Bəli, bugün biz yazın müjdəçisi olan Novruzun 4 çərşənbələrindən 3-cüsü olan yel çərşənbəsini qeyd edirik. El arasında yel çərşənbəsinə külək oyadan yerli çərşənbə də deyilir. Yel çərşənbəsi küləklərin oyandığı, torpağa hərəkət gətirdiyi, təbiətin nəfəs aldığı gündür. Xalqımız qədimdən bu günə xüsusi önəm verib. Bu axşam tonqallar qalanır, arzular dilənər, küləklə birgə niyyətlər göylərə ucalar. İnanırıq ki, əsən yel bolluk, bərəkət, xoş günlər gətirəcək. Bugün biz birlikdə yel çərşənbəsinin gözəlliyini yaşadıq, Novruzun ruhunu hiss etdik. Bayramlar insanları bir araya gətirən, dostluğu, mehribanlığı, sevinci paylaşdığımız ən gözəl anlardır. Qoy bu çərşənbə hər birinizə ruzi bərəkət, sağlamlıq və xoşbəxtlik gətirsin. Əsən yel dərdləri aparsın, arzularınızı gerçəkləşdirsin. Hər evə, hər ocağa bol sevinç, bol ruzi, firavanlıq, hər könlə xoşbəxtlik gətirsin. Yel çərşənbəniz mübarək. Bugün biz Novruzun 4 çərşənbəsindən biri olan yel çərşənbəsini qeyd edirik. Yel çərşənbəsi küləklərin oyanması, havanın isilməsi və baharın gəlişinin carçısıdır. Bugün təbiət bizə nəfəs verir, ruhumuzu təzələyir və yeni başlanğıclar üçün bizə güc bəxş edir. Milli adət-ənənələrimizə görə yel çərşənbəsində küləklər torpağı canlandırır, suyu hərəkətə gətirir və həyatın oyanışına təkan verir. Qədim inanclara əsasən bu gündə dilənən arzular küləklərin qanadında Tanrıya çatır və yerinə yetir. Odur ki, gəlin bu gün içimizdə olan bütün xoş niyyətləri diləyək və baharın gətirdiyi gözəlliklərə qəlbimizi açaq. Bu əziz gündə hər birinizə sağlamlıq, ruzi bərəkət və firavan günlər arzulayıram. Qoy küləklər hər evə sevinc, hər ailəyə xoşbəxtlik gətirsin. Yel çərşənbəniz mübarək olsun.
Müzik